Hər kəsə salam. Mən Laçın rayonu Qozuz kənd tam orta məktəbinin 7A sinif şagirdi Emin Nəcəfliyəm. Mən bu gün sizə Yohanna Spirinin Haydi kitabı haqqında danışacağam. Bu kitab mənim Yohanna Spirin əsərlərindən oxuduğumdan ilk kitabdır. Bu kitabda Haydi adlı bir anasını və atasını itirmiş qızdan söhbət açılır. Bu qız xalasının vasitəsilə babasının yanına gedir. Babası isə İsveçrənin mənzərəli dağlarında yaşayırdı. Babasının yaşadığı yerə gedərkən o müxtəlif cür insanların babası haqqında danışdığı şeylər eşitmişdi. Bunlardan biri də babasının çox qaraqaba və heç kimlə danışmayan, heç kimlə münasibət qurmayan və evinə gələnləri qovan bir insan olduğunu ondan oradakı söhbətlərdən öyrənmişdi. Amma sonradan Haydi babanın evinə getdi və orada baba ilə yavaş-yavaş münasibət qurmağa başladı. Babasının adı Almöh idi. O da yavaş-yavaş öz növbəsinə uyğunlaşırdı. Onlar birlikdə yemək yeyirdilər. Hər gün daha da yaxşı keçirdi və Haydi oradan ayrılmaq istəmirdi. Ancaq bir gün onun xalası gəlib onu Frankfurta apardı. Bundan sonra isə Haydi müxtəlif cür xəstəliklərə tutuldu və evinə geri qayıtmaq istədi və onun başına müxtəlif hadisələr gəldi. Bu hadisələri isə siz oxuyarkən özünüz görəcəksiniz. Bu kitab da digər kitablar kimi daha çox maraqlı bir kitab idi. Sağ olun, salamat qalın. Kitabla inkişaf.